Mövzumuz Səfəvilər 16-cı əsrdədir. İndi görək necə olur ki, Səfəvilər dövləti yarandı. Burada ilk başlıqlar verək. Səfəvi təriqəti haqqında. Səfəvi təriqəti necə oldu yarandı? Biz bilirik ki, 13-cü əsrdə Şeyx Səfiyyəddin İshaq tərəfindən yaradıldı. Səbəbi o idi ki, Abbasilər xilafəti süqut elədi və yerində Monqolların 5-ci Monqol ulusu olan Hülakülər dövləti yarandı. Bu Hülakü dövlətinin ilk başçıları İslam dinini sıxışdırırdılar. İslam dinini sıxışdırdıqlarına görə əhali Ərdəbildə yeni yaranan təriqətin tərəfindən keçmiş olur. Məsələ budur. Bəs necə oldu ki, Səfəvi təriqəti genişlənmiş oldu? Necə oldu? Genişləndi. Səbəbi odur ki, Qaraqoyunlular və Ağqoyunluların sabitlik yarada bilməməsi, siyasi sabitlik yarada bilməməsi. Qaraqoyunlu, Ağqoyunlu yerdə bilirsiniz, Baxarda Bayandur da yaza bilər. Siyasi sabitlik yarada bilməməsi. İkincisi, Bayandur sülaləsində daha doğrusu hakimiyyət uğrunda mübarizələr. Bu da neyinir? Əhalinin narazılığını artırır, siyasi iqtisadi böhranlara gətirib çıxarır və nəticədə nə oldu? Səfəvi təriqəti genişləndi. Biz Ərdəbil hakimliyini danışmışdıq. Mən sizə demişdim ki, Ərdəbil hakimliyinin ikinci adı nədir? Səfəvilərdir. Amma Səfəvi dövləti deyə bilməz. Baxaq Səfəvi hakimliyinin davamlığından, yəni Ərdəbil hakimliyinin davamlığından Şeyx İsmayıldan. Baxın, bir var Şeyx İsmayıl. Daha sonra bunu olacaq Şah İsmayıl. Ona görə Şeyx İsmayılla Şah İsmayılı fərqləndirir. Şeyx İsmayılın hakimiyyət dövrü 1494-1501-dir. Şeyx İsmayıl Ərdəbil hakimliyinin başçılıq etdiyi dövr və yaxud da deyəcəyik sadəcə Səfəvləri idarə elədiyi dövr. Baxın, Səfəvi dövləti demirəm. Baxaq Şeyx İsmayılın dövründə olmuş hadisələrə. 1499. 1499-cu ildə biz bilirik ki, Şəməsi döyüşündən sonra 6 il müddətində İsmayıl qalır Lahican ərazisində. Daha sonra Lahicandan gəlir Ərdəbil şəhərinə. Ərdəbildən sonra isə gedir Astara ərazisinə. 1499-cu ildə. 1500-cü ildə isə gəlir Ərzincana. Ərzincana gəlməyində məqsədi odur ki, Şərqi Anadoluda özünə tərəfdaş yıxsın. Və Ərzincana gələndə bir müşavirə keçirir, yığıncaq keçirir. Deyir ki, biz ətrafdaşlarına deyir ki, bizim iki düşmənimiz var. Birincisi Ağqoyunlardır, ikincisi Şirvanşahlardır. Çünki Ağqoyun Şirvanşah qüvvələri birləşib babası, atasını öldürüblər, nə bilim, Ağqoyunlar bunun qardaşlarını öldürüblər və s. Ona görə deyir ki, Ağqoyunlara zərbəni vuraq, Şirvanşahlara Ərzincan müşavirəsinə deyir. Və hər kəsə deyir ki, Şirvanşahlara vuraq zərbəni. Şirvanşah hökmdarı həmin vaxt kimdir? Fərrux Yasərdir. Və 1500-cü ilin payızında deməli Zabani döyüşü olur. Zabani döyüşü olur. Harda? Gülüstan qalası yaxınlığında. Kimlər arasında? Səfəvilərlə, baxın Səfəvi dövləti demirəm və yaxud da bunun yerinə yaza bilər Ərdəbil hakimliyi. Bunlarla Şirvanşahlar arasında olur. Şirvanşahlarda başçı Fərrux Yasərdir. Döyüşün nəticəsi nədir? Şirvanşahlar məğlubiyyətə uğrayır, Fərrux Yasər öldürülür. Bu döyüşdən sonra isə Şamaxı şəhəri ələ keçirilir. Baxın, döyüşdən sonra Şamaxı şəhəri ələ keçirilir. Gələk 1501-ci ilə. 1501-in yazı, 1501-in yayı və 1501-in payızı var sırayla. Bunları mütləq şəkildə bilməlisiniz. Yazında Bakıya daxil olur. Bakıya daxil olur, neyinir? Şirvanşahların xəzinəsini ələ keçirir. Bu hadisədən sonra gəlir Gülüstan qalasını mühasirəyə alır. Gülüstan qalasını mühasirəyə alanda Ağqoyunlu hökmdarı Əlvənd Mirzə buna deyir ki, Şeyx İsmayılə deyir ki, Şirvanşahların ərazisini tutmusan, məğlubiyyətə uğratmısan, Şirvanşahlarla yekunlaş. Yəni bəsdə başqa ərazilərə getmə. Qal elə orada. Yoxsa müharibə eləyəcək. İsmayıl da deyir ki, nə başa düşmədim, sən mənə əmr verirsən və başlayırlar müharibə eləməyə. İsmayıl deyir ki, səni Şirvanşahların gününə salacam. Şirvanşahlar necə məğlubiyyətə uğratmışsa, ardınca gedir Ağqoyunların üzərinə. Və 1501-ci ilin yayında Şərur yaxınlığında bir döyüş olur. Şərur döyüşü kimlər arasındadır? Yenə yazıram, Səfəvilər və yaxud da Ərdəbil hakimliyi ilə kim arasında olacaq? Deməli, Ağqoyunlar arasında. Amma Ağqoyunlu'nun birinci qoru Əlvənd Mirzə olur. Əlvənd Mirzə. Ağqoyunlar burada ağır məğlubiyyətə uğrayır. Düşünün ki, 12.000 Səfəvi qoşundu, 70.000 Ağqoyunlu qoşundu. 12.000 70.000'ə qalib gəlir. Məğlubiyyətə uğradır, Əlvənd Mirzə öldürülür, Ağqoyunlu'nun birinci qolu süqut edir. Yəni Şeyx İsmayıl dediyinə nail olur. Şirvanşahları Zabani döyüşündə, Ağqoyunlar isə Şərur döyüşündə məğlubiyyətə uğradır.
Və 1501-ci ilin payızında daxil olur Təbrizə. Deyir artıq mən şaham olur. Səfəvi şahı və Azərbaycan Səfəvi dövlətinin əsası məhz 1501-ci ildə qoyulmuşdur. Paytaxtı haradır? Təbriz. Deməli, harada yaranıb? Cənubi Azərbaycanda. Qaraqoyunu, Ağqoyunu, Səfəvilərin, eyni zamanda Sacilər, Salarilər, Rəvadlərin ortaq xüsusiyyəti nədir? Azərbaycanın cənubunda yaranması. Dövlət yaranıb 1501-də süqut edib 1736-cı ildə. Dövlətin 3 paytaxtı var Səfəvi dövlətinin. Təbriz, Qəzvin və İsfahan şəhəridir. Təbriz Şah İsmayılın dövründə olur, Qəzvin Təhmasibin dövründə olur, İsfahan isə Abbasın dövründə olur. 1501 Təbriz, 1555 Qəzvin, 1598 İsfahan paytaxt olmuşdur. Deyə bilər ki, Təbriz dövrünə aiddir. Yəni 1551-dən 55-ə qədər. Qəzvin dövrünə aiddir 55-dən 98-ə qədər, 98-dən 1736-ya qədər isə İsfahan dövrüdür. Yaxşı. Baxın, bunların hamısı Şeyx İsmailə aiddir. Yəni sadəcə Səfəvilərə aiddir və yaxud da Ərdəbil hakimliyinə aiddir. Səfəvi dövləti ilə heç bir əlaqəsi yoxdur. Deməli, burada nə öyrəndik? Zabani və Şərur döyüşü Səfəvilərə aiddir. Dövlətinə aid deyil. Yaxşı. Bir də yalnız saxlayın ki, Ərzincan müşavirəsində Ağqoyunu və Şirvanşahlar üzərində hansına deyə yürüş edək Şirvanşahları nəzərdə tuturlar. Gülüstan qalasına da yürüş edəndə Əlvət Mirzə gəlir və yenə də Şah İsmail, daha doğrusu Şeyx İsmail belə deyək də yaxınlarına cümləni tamamlayamadım. Yaxınlarına deyir ki, Gülüstan qalasını tutaq, yoxsa bütün Azərbaycanı, onlar da deyir ki, bizim ideyamız daha böyükdür. Təbii ki, bütün Azərbaycanı işğal etmək lazımdır. Ona görə Ağqoyunlar üzərinə gəlirlər. Yaxşı, bu dərsin birinci hissəsində screenshot edirsiniz, keçirik ikinci hissəsinə. Və Şah İsmayıl artıq Şah İsmayıl keçəcəyik və Səfəvi dövlətini keçəcəyik artıq. Yazırıq Şah 1-ci İsmayıl. Şah 1-ci İsmayıl 1501-ci ildə hakimiyyətə gəlmişdir. 1524-cü ildə isə hakimiyyətdən getmişdir. Bunun dövründə olmuş hadisələr. Şah olduqdan sonra ilk olaraq 1503-cü ildə Ağqoyunlarla müharibəyə girir. Bu Ağqoyunlarla Səfəvilər arasında döyüşdür. Artıq Səfəvi dövlətidir. Buradan sonra nə danışırsa Səfəvi dövlətinə aiddir. Ağqoyunlarla Səfəvilər arasında 1503-cü ildə Həmədan yaxınlığında Alma bulağı döyüşü olur. Harda? Həmədan yaxınlığında, Xəzər dənizinin aşağı hissələrindədir. Alma bulağı döyüşünün nəticəsində yenə Səfəvilər qalib gəlir, Ağqoyunlar süqut edir. Deyirik ki, Ağqoyun dövləti qəti süqut elədi. Yəni artıq Ağqoyunlar dövləti tarix səhnəsinə silindi. Burada da Ağqoyunların başçısı Murad Mirzə olmuşdur. Murad Mirzə haran hakimi idi? Fars və Əcəm İraqının hakimi idi. Onu məğlubiyyətə uğradır. 1503-cü ildə İranın mərkəzini və şərqini işğal edir. Gürcüstanın şərqini ələ keçirir. Daha sonra Qafqazın mərkəzini və cənub-qərbini ələ keçirir. Bir də Ərəb İraqında müəyyən əraziləri tutmuş olur 1503-cü ildə. 1507-8-ci illərdə Ərəb İraqına yenidən yürüşləri var və Ərəb İraqını yaxşı yadda saxlayın. Ərəb İraqına yürüşləri var və deyirik ki, deməli Diyarbəkirdən Xorasana qədər olan əraziləri ələ keçirmişdir. 1510-cu ildə hansı hadisələr baş verir? Dərbənd və Dağıstan hakimləri buna Dağıstanın feodal hakimləri buna öz itaatkarlığını bildirirlər, Dərbənd Dağıstan hakimləri. 1510-cu il daha sonra isə Şirvanşahlar və Şəki hakimliyini də demək olar ki, özündən asılı vəziyyətə salır və bunlar öz daxili müstəqilliyini saxlayırlar, amma Şirvanşahlar və Şəki hakimliyi İsmaildən asılı vəziyyətə düşürlər. Və demək olar ki, biz deyirik ki, vahid şəkildə birləşdirir. Əsas hissələri vahid şəkildə birləşdirir. Tam yox, amma Şah İsmail əsas hissələri vahid şəkildə birləşdirir. Burada mən Şirvanşahların adını çəkdim. Deməli, Şeyx İsmaillə Şah İsmailin ortaq xüsusiyyəti, yəni eyni adamdır. Sadəcə Şeyx İsmail dövründə və yaxud da şahlıq dönəmində hər ikisinin də Şirvanşahları neyinibdir? Özünə tabe edibdir. Yaxşı, bundan sonra neyinir? Dərbənd, Dağıstan, Şirvan və Şəki hakimləri vahid şəkildə birləşdirdikdən sonra 1510-cu ildə Mərv döyüşü olur. Mərv döyüşü Səfəvilərlə Şeybanilər arasında baş vermişdir. Və bu nəticədə Şeybanilər ağır məğlubiyyətə uğramışdır. Şeybanilərin yerində uşaqlar, özbəşlər də yaza bilər, eyni dövlətdir. Şeybanilər və yaxud da özbəş. Özbəş hökmdarı burada Şeybani xan,
öldürülür. Yəni məğlubiyyətə uğrayır. Və bu döyüşdə İsmayıl hərbi hilədən istifadə etmişdir. Mərv döyüşündə. Nəticə etibarilə Amudəryadan Fərat çayına qədər olan ərazilər Səfəvi dövlətinə tabe olunur. Artıq Səfəvi imperatorluğu yaranır. Deməli, Səfəvilərin Ərdəbil hakimliyi 13-cü əsrdə yaranmışdır. Səfəvi dövləti 1501-də yaranıbdır. Səfəvilərin imperatorluğu isə 1510-cu ildə yaranmışdır. 1500-cü ildə olmuş hadisələr Dərbənd, Dağıstan, Şirvanşəki və Mərv döyüşünün olmasıdır. 1510-cu ildə bir də hadisə var. İndi deyirəm, Portuqaliyaya Hörmüz boğazını verməsidir. Sadəcə yazı saxlayın, indi birazdan izah edəcəm. Necə olur ki, Hörmüz boğazını o əraziyə vermiş olur. Deməli, məsələ nədir? Şah İsmayıl Xətai artıq böyük bir imperatorluq yaratdı. İmperatorluq yaratması, Anadoluda güclənməsi başqa bir dövlətdən qısqanclığına səbəb olur. O hansı dövlət olacaq? Təbii ki, Osmanlı dövləti olacaq. Artıq burada yazırıq Səfəvi-Osmanlı müharibəsi. Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi baş vermişdir 1514, bitmişdir 1555. Hansı müqavilə ilə? Amasya müqaviləsi ilə. Müharibəni başlayan tərəf Səfəvilərdə İsmayıldır, Osmanlılarda isə birinci Səlim. Ümumiyyətlə Şah İsmayıl Osmanlı hökmdarı 2-ci Bəyazitlə bir-birinə ata-oğul deyə müraciət edirlər. 2-ci Bəyazitdən dostdur, amma Səlimlə Yavuz Səlim deyil. Ondan düşməndir. Müharibə də zaten bu ikisi arasına gedir. Demək, niyədir? Müharibənin səbəbi nədir? Müharibənin səbəbi Anadolu, yəni Cənub-Şərqi Anadolu, uğrunda Şərqi Anadolu deyə bilərik. Şərqi Anadolu uğrundadır və Azərbaycanda gedən ticarət yollarını Osmanlılar ələ keçirmək istəyir və Anadoluya qədər öz ərazilərini genişləndirmək istəyir. Müharibə Azərbaycan ərazisində baş verir, ona görə də Azərbaycan əhalisi daha çox ziyan çəkənlərdən hesab olunur. Yaxşı, müharibənin əsas başlamadan öncə nələr olur? İsmayıl deməli ilk olaraq Roma papasına, Venesiyaya məktublar göndərir, amma mənfi rəylər alır. Daha sonra Portuqaliyaya göndərir. Bax 1510 həmin hadisədir. Portuqaliyaya deyir ki, bizə odlu silah lazımdır. Nətər Uzun Həsən Venesiya deyirdi, bizə odlu silah lazımdır. Bu da deyir ki, bizə odlu silah lazımdır və artilleriya mütəxəssisləri lazımdır. Bəs o mütəxəssislər necə gələcək? Avropadan Azərbaycana necə gələcək? Avropadan birinci gəlməlidir, deyək ki, Hind okeanı vasitəsilə. Oradan da İran körfəzindən keçib Azərbaycana gəlməlidir. Hind okeanına, oradan İran körfəzinə, oradan Azərbaycana gəlməlidir. Portuqaliya deyə yaxşı verəcəm, amma Portuqaliya nəticəsi nə olur? Portuqaliya Hörmüz boğazını ələ keçirir. Hörmüz boğazı haradır? Düşünün ki, bu İran körfəzidir. İran körfəzinin bax bu hissəsi Hörmüzdür. Hörmüz boğazıdır. Biz bu danışmaq nəticəsində Hörmüz boğazını itiririk. Hörmüz boğazını itirdiyimizə görə Hind okeanına çıxışı da əldə buraxırıq. Yəni Hind okeanına çıxışımız da bağlanır. Heç oldu silah da əldə eləmirik. Nədir ki, artilleriya mütəxəssisi. Yəni Portuqaliya necə ki Venesiya Şah İsmayılın babası Uzun Həsəni aldadıb, Portuqaliya da bunu aldadır. Yəni Şah İsmayılı aldadır. Nəticə 0. Səlim nə edir? Səlim də gedir, deməli Venesiya ilə əlaqələr saxlayır. Ondan sonra Mazaristanla sülh, ümumiyyətlə Venesiya və Mazaristanla sülh imzalayır. Şeybanilərdən də yardım vədi alır. Kimə müharibə eləsəm, siz mənə köməklik edəcəksiniz. Həmin vaxt Roma papasının bir ifadəsi var. Deyir ki, Səfəvilərin Osmanlılar ikincisi də Türk dövlətidir. Deyir ki, Türk dövlətinin bir-birinə müharibə etməsi Allahın xristianlar üçün yaratdığı bir fürsətdir. Bu şəkildə elan edir. Həqiqətən də fürsətdə iki Türk dövləti bir-birini qıracaq. Qazanan kim olacaq? Xristianlar. Yəni xristian dövlətləri qazanmış olacaq. Nəticədə 1514-cü ilin avqust ayının 23-də Makun yaxınlığında Çaldıran düzündə döyüşlü olur. Makun yaxınlığı da haradır? İrəvanın aşağı hissəsidir, xəritədə görsəz. Çaldıran döyüşü olur Səfəvilərlə Osmanlılar arasında və bu döyüşdə deməli istəmişəm ki, Osmanlılar məğlub olsun. Səfəvilər məğlubiyyətə uğrayır, Osmanlılar qalib gəlir. Osmanlılar qalib gəlib Cənub-Şərqi Anadolunu ələ keçirirlər. 1. Qafqazın deməli cənub-qərbində, yaxın və orta şərqdə möhkəmlənirlər. 2. Və sonra Səlim daxil olur Təbriz şəhərinə. Təbriz şəhərinə daxil olanda birinci və ikinci səbəbdən buranı tərk edir. Birinci səbəbi nədir? Birinci səbəb odur ki, Səfəvilərin yeni tərkəsindən qorxur ki, buna nəsə tərk eləyəcəklər. Düşünün ki, Təbrizə daxil olub. Təbrizə tutsa vəsiyo Səfəvi dövləti bitir. Əslində daxil olsaydı Səfəvi dövləti bitirəcəkdi. Çünki Şah İsmayıl Xətai onlara nəsə bir şey hazırlamamışdı da. Sadəcə qorxusundan daxil olmur. Deyir ki, Səfəvilər hər hansı bir tərk eləyər. Ona görə geri qayıdır. Yəni o Səlimin ən böyük məzə səhvi idi. Səfəvi dövlətindən sonra bizim üçün təbii ki, yaxşıdır, amma Osmanlılar üçün mənfidir. Bir də Osmanlı ordusu narazılıqlar eləyir, ordusu. Ki, yəni bu qədər döyüşlük bəsimizdir.
Bu iki səbəbdən Təbrizdə geri qayıdır. Amma deyir ki, Təbrizə gedəcəkmişəm, əlim boş qayıtmasın. Təbrizdəki sənətkarları aparır İstanbul şəhərinə. Bu söz bizə nəyi xatırladır? Monqollar ikinci yürüş zamanı 1231-1239-cu ildə Azərbaycanda ikinci yürüş eləyəndə Təbriz sənətkarlarını öz mərkəzləri olan Qaraqoruma aparmışlar. Və Səlim də eyni hərəkət edir. Təbriz sənətkarlarını aparır İstanbula. Deməli burada və bundan sonra da belə deyək də Şah İsmayıl artıq Osmanlılarla döyüşə girməyəcək. Səbəb odur ki, ən yaxın sərkərdələrini bu Çaldıran döyüşündə ölür deyə artıq bu döyüşə girmir. Sonra Səlim də ölür 1520-ci ildə. Səlimdən sonra hakimiyyətə Qanuni gəlir. Qanuni daha çox Avropa ölkələrindən, Macaristanda, Avstriyada bu ölkələrə yürüşlər etdiyinə görə Səfəvlərlə Osmanlıların müharibəsi müəyyən qədər hərbi əməliyyatlar dayanmış olur. Burada nəyi yadda saxladıq? Deməli, Murad Mirzənin qoşunu Almabulağı döyüşündə məğlubiyyətə uğratdı 1503-də. 1503-cü ildə bu əraziləri işğal elədi. Ərəb İraqına fikir verin. Həm Şeyx İsmail olaraq, yəni həm də Şah İsmail olaraq Şirvanşahları tabe edibdir. Onu yadınızda saxlayın. Dağıstan daha çox düşür. Mərv döyüşü və deməli 3 dənə döyüş də Almabulağı, Mərv və Çaldıran döyüşü Şah İsmailə aiddir. Cəbani Şərru döyüşü isə Şeyx İsmailə aiddir. Və belə, Portuqaliya Hörmüz boğazını verməsi 1510-cu ildə görürsünüz ki, bir neçə hadisələr oldu. Bunları yazırsınız. Amma bu screenshot elədiniz, bu dərsimizin ikinci hissəsi. Bundan sonra hakimiyyətə kim gələcək? Təbii ki, oğlu birinci Təhmasib. Oğlu isə deməli burada hakimiyyət ilkdən keçir. Oğlu Şah İsmayıl 14 yaşında hakimiyyətə gəlib. Oğlu 10 yaşında hakimiyyətə gəlib. Görün nə deməkdir? Və Səfəvi tarixində ən uzun ömür hakimiyyətdə olan şəxs məhz birinci Təhmasib olmuşdur. Birinci Təhmasib 1524-1576 52 il, yəni yarım əsrdən çox hakimiyyətdə olmuşdur. Ən çox hakimiyyətdə olan hökmdardır və 10 yaşında hakimiyyətə gəlib. Yəni ən balaca yaşında hakimiyyətə gələn hökmdardır. Birinci Təhmasibin dövründə nələr baş verir? Daha çox Osmanlılardan müharibənin davam etdirilməsidir. İndi nə olur? Deməli, bu hakimiyyətə gələndə yaşı az olduğuna görə qızılbaşlar arasında çəkişmələr olur, qiyamlar olur. Və bu qiyamları yatırır. Aqoni hökmdarı Yaqubla oxşar xüsusiyyətidir. Qiyamları yatırmaq. Qızılbaşların qiyamını yatırır. Daha sonra nə edir? Daha sonra, deməli, bunu qeyd kimi yazın, bura bir qeyd yazın. Qeyd budur ki, 1520-ci illərin sonunda, yəni 25-ci ildən sonra Osmanlıların fəal hərbi əməliyyatları başlayır. Yəni artıq yürüşə başlayırlar. Bax, bu 1520-ci ilin sonundan başlayır. Amma tam müharibə başlayacaq, deyəcək nə var? Deməli, 1534-cü ildə 1535, 1548 və 1554. Bunları əzbər bilirsiniz. Bax, bu hadisələri əzbər bilirsiniz. Nədir? 1534-cü ildə Təhmasib gedir Xorasan uğrunda Şeybanilərlə müharibə aparır. Dedim ki, Şeybani yerinə ikinci olaraq nə yazar? Özbəkilər yazar. İkisi də eyni dövlətdir, fərqli formada yazar sadəcə olaraq. Xorasan uğrunda bunlarla mübarizə aparır. Bax, bu Şah İsmayıl'la Təhmasibin ortaq xüsusiyyətidir. Çünki Şah İsmayıl Fətaydı 1510-cu ildə Mərv döyüşü olur, o da Xorasan uğrundaydır. Xorasan uğrunda Şeybanilərlə müharibə aparmışdır. Baxır ki, Osmanlı hökmdarı Qanuni, ahan Səfəvilər dövlətinə vəziyyət qarışıb. Deyir, fürsət bu fürsət, yürüş edeyim, Səfəvlərin məğlubiyyətə uğradım. Deməli, birinci İsmayıl'a birinci Səlim düşür. Birinci Təhmasibə Qanuni düşür, Süleyman Qanuni düşür. Bu ikisi qarşı-qarşıya gələcək. Və 34-cü ildə Qanuninin Azərbaycanda birinci yürüyüşü baş verir. Birinci yürüyüşündə Təbrizi işğal edir. Kim? Qanuni. Amma Təbrizi işğal edəndə qida çatmır, qış yaxınlaşır və əhali müqavimət göstərdiyinə görə əliboş geri qaytarılır. Çünki niyə qida çatmır və Təbrizdə gəlib o boyda Azərbaycan ərazisidir, Təbriz zəngin ərazisidir, necə yəni qida çatışmır? Çünki Təhmasib yandırılmış torpaq taktikasından istifadə edibdir. Bu taktika nədir? Çox ağıllı insan deyil bu Təhmasib. Çünki Qanuni kimi insan, yəni Osmanlı tarixində ən güclü hökmdardır da, Avropanı fəth edən hökmdardır. Bu insan yürüş edib Təhmasibi məğlubiyyətə uğrada bilmir. O yürüş edib Təhmasib qaçır, o yürüş edib Təhmasib qaçır. Əslində ağıllı addımdan qaçır, yəni qorxduğu deyil, ağıllı taktika işlədir. Yandırmış torpaq taktikası nədir? Yəni sulardır, ümumiyyətlə qidalardır, hər şeyi məhv edirlər, otlaqlardır, hər şeyi yandırırlar. Bunlar gəlirlər, baxlar ki, şəhər küldür, bir də geri qayıdırlar. Məsələ budur. Yandırmış torpaq taktikası ona deyirlər. Deməli, qida çatmır, qış yaxınlaşır, bir də əhali müqavimət göstərir. Amma geri qaydanda Qanuni 1534-cü ildə
Ərəb İraqını işğal edir və gedir Bağdad şəhərində qırşlayır. Aha, Ərəb İraqı yazdıq. Şah İsmayıl Xətai 1507-ci il, 1508-ci ildə Ərəb İraqı tutmuşdu. Qanuni 1534-cü ildə tutur Ərəb İraqını. Deməli, Ərəb İraqı Şah İsmayıl Xətainin dövründə tutulub, Təhmasibin dövründə itirilibdir. Yaxşı, bu üçünün hadisi 1534-də baş verir. Gəldik 1535-ci ilə. 1535-ci ildə qanuni təvəccüh ayağa alışıb, deyib, bu səfər gedək görək nə olur. Yenə gəlir, yenə yandırılmış torpaq taktikası, yenə Təbrizi məhv eləyir, yenə geri qayıdır. Amma bu səfər burada qida çatışmağı, qidanın yerinə uşaqlar ərzaq çatışmazlığı da yaza bilər, eyni anlayışda. Burada qışın yerinə deyirsiniz tam xəstəliyi yaranıb. Bir dənə fərq budur. Qış yaxınlaşıb 34-də, tam xəstəliyi 35-dədir. İndi geri qaydında nə olur? Sultaniyə yaxınlığında bunları stoplatdırırlar. Yəni Osmanlını dayandırırlar ki, Sultaniyə o tərəfə gedə bilmir. Sultaniyədə onların qarşısını biz alırıq. Yəni biz qalib gəlirik. Və 1535-ci ildə eyni zamanda Həmədan döyüşü olur. Səfəvlərlə Osmanlılar arasında və bu döyüşdə Səfəvlər qalib gəlib, Osmanlılar məğlubiyyətə uğramışdır. Gəldik 1548-də. İndi mən burada 1548-də dayandırıram. Niyəsini deyəcəm. Bunu belə eləməyək, belə eləyək. Yazaq Qanuninin Azərbaycana yürüşləri. Sultan Süleyman Qanuni. 34, 35, 48, 54. 4 dəfə yürüş edibdir. İndi görək 48-də necə oldu yürüş elədi. Baxın. 1538-ci ildə deməli Şirvanşah hökmdarı 2-ci Xəlilullah ölüb. 2-ci Xəlilullah ölüb və əhali Şirvanda üsyan qaldırıb. Təhmasib də deyir ki, bu Şirvanşahlar çox yaşadı. 677 il yaşayıb, yəni elə belə bir hadisə deyil Azərbaycan dövləti üçün. Çünki bundan başqa 12 əsr mövzundan Albaniyadır. İkinci ən uzun ömürlü dövlət Şirvanşahlar dövləti. Bu çox yaşadı. Oğlunu göndərir Əlqas Mirzəni. Oğlunu yox, qardaşına nəsə. Çox önemli deyil olsun. Əlqas Mirzəni göndərir ki, get Şirvanşahların varlığına son qoy. Amma Əlqas Mirzə belə deyək də, qarşı gələ bilmir və Təhmasibin özü gəlir. Bir yerdə topa tuturlar və nəticədə sonuncu Şirvan hökmdarı adı belədir. Şahrux. Şahrux Əmir Teymurun oğlunun da adıdır. Şahrux sonuncu Şirvanşah hökmdarıdır. Təbriz şəhərində edam elətdirilir. Və 861-ci ildə yaranmış Şirvanşahlar dövləti 1538-ci ildə süqut edir. Şirvanşahların sonuncu hökmdarı Şahruxdur. Şirvanşahların sonuncu sülaləsi Dərbəndlilərdir. Buna son qoyur. Yəni Dərbəndlər sülaləsinə son qoyması, Şirvanşahlar dövlətinə son qoyulması, Şahruxu öldürməsi hamısı kimə aiddir? Təhmasibə aiddir. Və burada yaradır Şirvan bəylərbəyliyi. Bəylərbəyliyin idarəsini təvcih kimə verəcək? Əlqas Mirzəyə. Amma Əlqas Mirzə yerində sakit durarmı? Durmaz. Deyir, mən şah olmaq istəyirəm. Oturduğun yerdə Şirvanşahları idarə edə də. Deyir, mən şah olmaq istəyirəm. Şah olmaq istəyir və 1547-ci ildə üsyan qaldırır Təhmasibə qarşı. Üsyan qaldıranda Təhmasib bura qoşun göndərir və qaldırmışdın dur arxasına da. Qaçır. Arxasına belə baxın, qaçır. Hara? İstanbula. Kimin yanına? Qanuninin yanına. Görürsünüz, xəyanət. Başlıca xəyanətkar şəxsi var, Əlqas Mirzə. İstanbula qarşı. Hələ o da bəs deyil. Gedib Qanuniyə deyir ki, gedib birləşək Təhmasibə qarşı çıxaq, yürüş eləyək. Mən də öz istəyimə nail olum, sən də. Sultan Qanuni deyir ki, mən o zaten buna dünəndən razı idim. Qanuni ilə Əlqas Mirzə birləşir, 48-də 3-cü yürüş baş verir. Yenə Təbrizi tutur, yenə yandırılmış torpaq taktikası, yenə ərzaq çatışmazlığından geri qayıdacaq. İndi burada bir qeydimiz var ki, Əlqas Mirzəni 1548-ci ildə Təhmasib edam elətdirəcək. Elə yaxşı edir. Ona o da razı idi. Əlqas Mirzəni edam elətdirəcək. Və 1548-ci ildə deməli İsmail Mirzə adlı şəxs Qarsı işğal edir, Ərzuruma qədər irəliyir. Bu 48-ci ilin döyüşünün nəticəsidir. Burada bir qeyd verirəm, qeydimi harada yazmalı axır keçsin. 1552. 1552-ci ildə buna qeyd yazırsınız. Təhmasib Şərqi Anadoluya yürüş edir. Çaldıran döyüşünə itirilmişdi bu ərazi. Şərqi Anadoluya yürüş edir və Muşa qədər irəliyir. Bunu sadəcə qeyd kimi yadda saxlayın. Muşa qədər irəliyir. 1554-cü ildə Qanuni Azərbaycana sonuncu dəfə yürüş edir. Amma bir dəqiqə bu hissəni tamamlayayım. Şərqi Anadoluya yürüş edir və Muşa qədər dedi ki, irəliyir. Düzdürmü? Və 1551-ci ildə 51 deyib 55 yazırım. 51-ci ildə Şəki hakimliyinə son qoyur. Təhmasib sonuncu Şəki hakimi Dərviş Məhəmməddir. Buna son qoyur. Niyə Dərviş Məhəmməd? Dərviş Məhəmməd Əlqas Mirzəyə də köməklik eləmişdi ona görə. Nəsə Şəki hakimliyi də 1551-də son qoyur. Şirvanşahlar da 1538-də son qoyur. Deməli 1551-ci ildə biz deyirik ki,
vahid Azərbaycanı vahid şəkildə birləşdirir. Azərbaycan vahid şəkildə birləşdirir. Nəyin tabe olunmasına? Şəkilin tabe olunması ilə. Bu öz yerində. İndi 54-cü ildə gəlir qanuni, başqa yer qalmayıb, Azərbaycan yürüş edir. 54-cü il yürüş edəndə Naxçıvan, İrəvan və Qarabağ. Bu ərazilər Təmasib tərəfindən boşaldılır. Yəni yenə yandırılmış torpaq taktikası. Demək 4 döyüşündə də yandırılmış torpaq taktikası var. Amma ilk üçündə Təbriz söhbəti var. Sonuncuda Naxçıvan var. Ay Allah, qanuni Naxçıvana nə istəmişdin? Naxçıvanı yandırır. Deyir ki, orada PTV adlı şəxs var. Məlumat verir ki, Naxçıvanı elə gün də yandırmışlar tüstüdən. Bilinmirdi ki, gecə nə vaxtda, gündüz nə vaxtda. O dərəcədə yandırır. Çünki əsəbləşir ona görə. Naxçıvan da belə qətlə yetirilir, amma qaydanda görək nə olacaq. 1554-cü ildə biz onun qarşılığını verməliyik axı. Buğurt döyüşü olur və Buğurt döyüşü yenə Səfəvilərlə Osmanlılar arasındadır. Osmanlılar ağır məğlubiyyətə uğrayır, Səfəvilər qalib gəlir. Qanun deyir ki, Təmasibə, mən artıq səni məğlubiyyətə uğrada bilmirəm. Mən gəlməkdən yoruldum, sən qaçmaqdan yorulmadın. Gəl artıq bir müqavilə imzalayıb canımız qutarsın. 1555-ci ildə may ayının 29-unda Amasya müqaviləsi imzalanır. Amasya müqaviləsi Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdıran müqavilədir. Müqavilənin şərtlərini adınızı əzbərləyə kimi əzbərləməlisiniz. 1. Gürcüstanın şərqi verilir Səfəvilərə və Azərbaycan verilir Səfəvilərə. Gürcüstanın qərbi isə verilir Osmanlılara. Bir də hansı ərazi? Ərəb İraqı verilir Osmanlılara. Deməli, Ərəb İraqını 1507-də Şah İsmayıl tutur, 1534-də qanuni tutur, 1555 Amasya müqaviləsinin şərtindən görə də bu qanuniyə verilməsi, yəni Osmanlılara verilməsi təsdiqlənir. Yazıdan çıxanda Şısı, yəni Şərqi Gürcüstan Səfəviyyədir, Qərbi Gürcüstan isə Osmanlıya verilir. Təbasib də düşünür ki, bunlar yürüş edəndə ancaq Təbrizə yürüş edir, Təbriz dağılıb, paytaxtı dəyişmək lazımdır. Amasya müqaviləsindən sonra paytaxt dəyişdirilir, 1555-də Qəzvinə köçülür. Amasyadan sonra paytaxt Qəzvinə köçülür. Onu yadda saxlayın. Çünki Amasya müqaviləsinin özü Səfəvilərin Təbriz dövrünə aiddir. Yəni, paytaxtın Təbriz olduğu dövrə aiddir. Deməli, Amasya müqaviləsindən sonra da 1555-də nə olur? Paytaxt köçülür. Hara? Qəzvin şəhərin. Artıq Qəzvin dövrü başlayır. Deməyim odur ki, Amasya müqaviləsi Təbriz dövrünə düşür. Çünki paytaxt həmin vaxt Təbriz idi. Aha, yaxşı. Bu da bizim Təmasib. Görək, bunu screenshot eləyim. Bu da 3-cü hissədir. Bu arada Şirvanşahları tutanda Təmasib Şirvanşahların xəzinəsini ələ keçirir. Deməli, həm Şah İsmayıl, həm də Təmasibin oxşar xüsusiyyəti nədir? Şirvanşahların xəzinəsini tutmalardır. Bir də Xorasan uğrunda Şeybanilərlə müharibə aparması və Osmanlılarla müharibə aparması. Təmasib ilə Şah İsmayılın ortaq xüsusiyyətidir. Şah İsmayıl Ərəb İraqını tutur, Təmasib Ərəb İraqını itirir. Şah İsmayılə düşdü 1-ci Səlim, Təmasibə düşdü Qanuni. Döyüşləri bir dənə axırda vurğulayaram, indi vaxtımız çəkməsin. Deməli, nə olur? Təmasib öləndən sonra Həmzə Mirzə ilə İsmail Mirzə hakimiyyət uğrunda mübarizə aparılır. Həmzə Mirzənin ətrafındakılar, ustadlı tayfaları elə bir şey Həmzə Mirzənin yanındadılar. Amma Həmzə Mirzənin Qəzvin şəhərində, paytaxt şəhərdə də, belə deyək, edam elətdirirlər. Bu arada Şirvanşahların sonuncu hökmdarını Təbrizdə edam elətdiriblər. Həmzə Mirzəni Qəzvində öldürür kim? İsmailin tərəfdarları və hakimiyyətə gəlir İsmail. İsmail atasının dövründə, yəni Təmasibin dövründə 20 il həbsdə qalıb. Biz əsəbləri pozulmuş hökmdardır. 20 il həbsxanada qalıbdır. Gəldik 2-ci İsmailə. 2-ci İsmailin hakimiyyət dövrü 1576-77. Bu da bircə il hakimiyyətdə qalan ən az hakimiyyətdə olmuş Səfəvi hökmdarıdır. İsmailin dövründə nə dedik? 1. Dedi ömrünün 20 ilini həbsdə keçir. 2. Mərkəzi hakimiyyəti gücləndirmək üçün, deməli, kütləvi cəza tədbirləri həyata keçirir. Kütləvi cəzalar verdiyinə görə də qızılbaşlar bunu sui-qəsd nəticəsində öldürürlər. Və müsbət xüsusiyyəti odur ki, Şiə-Sünni məzhəbinə son qoymaq istəyib. Şiələrlə Sünnilər ayrıdır axı. O ona ayrı vəziyyətdə son qoymağa çalışırdı. Bu bizim 2-ci İsmailimiz. Bitdi. Gəldik super zəkalı Məhəmməd Xudavəndlənin dövrünə. Səfəvilərin ən dırnaqarası zəkalı hökmdarıdır. Məhəmməd Xudavəndlərin hakimiyyət dövrü rahat yadda qalır. 1578-1587. Baxaq nə olur. Bunun dövründə mərkəzi hakimiyyət iflas olub, mərkəzi hakimiyyət çöküb, yəni zəifliyib. Heç kəs mərkəzi hakimiyyətə tabe deyil. Xəzinə də boşalıb. Qızılbaşlar da at oynadır.
Yəni hərə öz istədiyini eləyir. Bir-birlərini qırırlar, nə bilim, ailəni vurublar bir-birinə bu qızılbaşlar. Məmməd Xudavəndin dövründən istifadə eləyir Osmanlı sultanı 3-cü Murad. 3-cü Murad deyir ki, fürsət bu fürsət. Məhəmməd Xudavəndə bu gündə olanda biz buna görüş eləməliyik. Xudavəndəyə kim düşdü? 3-cü Murad. Deməli, burada bir qeyd verəcəm. Qeydimiz nədir? Van hakimi Xosrov adlı şəxs Kürtlərin qiyamı ilə bir yerdə, yəni Kürtlərdən istifadə edir Osmanlılarda. Yəni Kürtlərin qiyamından istifadə edir, gəlir, deməli, şəhərin adı yadından çıxdı. Nəsə, şəhərin adı yadından çıxdı. Van hakimi Xosrov Paşa Kürtlərin qiyamlarından istifadə edir, gəlir Xoya, yadına düşdü. Xoya ərazisinə gəlir. Və 3-cü Muradda əmr verir Mustafa Lələ Paşaya 100.000 ordu ilə Gürcüstandan deyir, yürüş elə Azərbaycanın üzərinə. Və buna da Amasya müqaviləsinin şərti pozulur. Artıq yeni bir müharibə baş verir. Yeni müharibə baş vermişdir 1578-dən 1590-cı ilə. Bu da Səfəv-Osmanlı müharibəsinin məhz ikinci mərhələsidir. Baxaq döyüşlərə. Burada ən önəmli bu döyüşlərdir. Çıldır, alma gülməyin, Molla Həsən, Niyazabad, 1585. Bu birinci Sufyandır. Çünki 2 dənə Sufyan döyüşü olubdur. Hər biri Məhəmməd Xudavəndənin dövrünə düşür. Yaxşı, baxaq döyüşlərə. Bunu buradan bir də sileyim, sərgəli olsun. Yaxşı. Çıldır döyüşü. Səfəvi, Osmanlı, Səfəvi, Krım, Səfəvi, Osmanlı, üstə gedək Krım, Səfəvi, Osmanlı. Çıldır döyüşündə məğlubuq, Sufyan döyüşündə məğlubuq. Bu ikisi döyüşdə isə biz qalib gəlmişik. Yaxşı, baxaq. Məsələ nədir? Deməli, çıldır döyüşü olur. 1578-də Səfəvilər Osmanlılar arasında Səfəvilər qalib gəlir. Necə olur qalib gəlir? Say çoxluğuna görə Osmanlıların sayı çoxdur və qızılbaşlar arasında birlik yoxdur. Təbii ki, birlik olmayacaq da bir-birlərini qırırlar. Qızılbaşlar arasında birlik yoxdur. Bu arada qeyd eləyin, deməli, Otlubeli döyüşü ilə Çaldıran döyüşünün ortaq xüsusiyyəti odur ki, hər ikisində Osmanlılar qalib gəlib. Səbəb Osmanlıların odlu silahdan istifadə etməsi. Amma Çıldır döyüşünə qalib gəlməyin səbəbi qızılbaşların tayfa birliyi arasında əlaqə yox idi, ona görədir. Yaxşı, Çıldır döyüşünün nəticəsində nə olur? Nəticəsində biz Şirvanı, Şirvanşahlar dövlətindən, yəni əstəğfurullah, Şirvanşahlar dövlətindən Şirvanı və Kürdən şimaldakı Azərbaycan torpaqlarını itiririk, Pilos şərqi Gürcüstanı itiririk. Məhəmməd Xudavəndə gör hansı ərazilər itirib. Həmin vaxt Şirvanda üsyan olmuşdu, bu üsyandan da istifadə edirlər. Osmanlılar ona görə qalib gəlir. Demək, hara itirdik? Şirvanla şərqi Gürcüstanı. Baxın, bu Səfəvi ərazidir. Bu Səfəvi ərazidir. Bizim bilirsiniz də qərbimizdə Osmanlılar yerləşir, şərqimizdə bu hissələr Şeybanilərdir. Yəni şərqdə Şeybani, qərbdə Osmanlıdır. Yuxarıda da Krımdır. Krım Osmanlılara tabedir. Osmanlı Krıma deyir ki, gəl yuxarıdan gəl, sən də buradan gəl, Şirvan ərazisinə gəl, qoy bunları sıxışdıraq da, məhv eləyək, parçalayaq. Gəlir, amma həmin döyüşdə Səfəvilər qalib gəlir. Biz qalib gəldiyimizə görə nə edirik? Şirvan torpaqlarını azad edirik. Şirvanı itirdik Çıldır döyüşündə, Şirvanı azad elədik Molla Həsən döyüşündə. Ay Allah. Azad elədik burada. Yaxşı, azad elədik, amma Dərbənd ərazisini Dərbəndə qədər sıxışdırırıq, bax, yazıram. Dərbəndə qədər onları sıxışdırırıq. Yəni, bu deməkdir ki, Dərbəndi tuta bilməmişik. Demək, Şirvanı itirdik, Şirvanı geri qaytardıq, qutardıq. Sonra Niyazabad döyüşü olur. Səfəvlərlə bu zaman Osmanlılarla Krım birləşib. İkisi də məğlubiyyətə uğradı. Amma Niyazabad döyüşündən daha sonra nələr baş verir? Bizə o lazımdır. Biz bu döyüşdən sonra Çuxursəndi itiririk. Demək, Şirvanı itirmişik, Çuxursəndi itirmişik. Çuxursəndi itirmişik və həmin bu döyüşdən sonra Osmanlılar bu səfərdə Şeybanilərə zəng vurur ki, siz də oradan gəlin. Siz şərqdən gəlin, biz qərbdən. Neyək? Səfəvləri iki cəbhədə müharibə apardıraq, parçalayaq. Görürsünüz, deyək, mən qərbdən gəlirəm, sən şərqdən gəl, şimaldan da Krım, gəlin Səfəvləri iki cəbhədə vuruşduraq, əsas Osmanlılarla Krım arasında. O səbəbi parçalansın. O məqsədlə Şeybaniləri vurur. Yazırıq, Şeybaniləri dəvət elədilər, dəvətnamə göndərdilər. Dəvət elədilər ki, gəlsin bu əraziyə. Və gedib özləri də Dərbəndlə Dağıstan ərazisində möhkəmlənirlər.
Şirvanı itirdik. Şirvanı geri qaytardıq, amma Dərbəndə qədər onları sıxışdırdıq. Niyə Niyazabad döyüşündə onları Dərbəndə qədər sıxışdırdıq? Amma Dərbəndi tutmamışıq, sadəcə sıxışdırmışıq. Amma Niyazabad döyüşündən bir qədər sonra Çuxur Səndi itirmişik. Şeybanilər döyüşə dəvət olunub və Dərbənd və Dağıstanda bunlar güzəldilər. Gəldik Sufyan döyüşünə. Sufyan döyüşündə Səfəvərdə Xudabəndənin oğlu Həmzə Mirzə rəhbərlik edir. Buna fikir verin. Həmzə Mirzə rəhbərlik edir. Deməli, bu döyüşdə Səfəvilər ağır məğlubiyyətə uğrayır və Təbriz bu döyüşdə Təbrizi məhv edirlər. Hətta Təbrizdə Qeysəriyyə bazarı var, onu yandırırlar. Qeysəriyyə bazarını bilirsiniz də Uzun Həsən yaratmışdı. Qeysəriyyə bazarını dağıdırlar, məhv edirlər, yandırırlar. Nəyə görə? Çünki tabe olunurlar da. Həmzə Mirzə qəti müqavimət göstərir deyə tabe olunurlar. Ona görə Təbrizi məhv edir və Qeysəriyyə bazarını yandırır. 1586-da, yəni bir il sonra Həmzə Mirzə Osmanlılara deyir ki, gəlin sülh müqaviləsi imzalayaq da, yəni bitsin bu müharibə. Amma nəticəsiz qalır. Niyə? Həm Osmanlılar deyir ki, biz nə qədər ərazi tutmuşuq bizdə qalacaq. Həmzə Mirzə də deyir ki, Təbriz bizdə qalsın. Bir dənə Təbriz bizdə qalsın. Onu vermək istəmir. Osmanlılar da ona razı olmur. Həmin o çatışmada Həmzə Mirzənin sui-qəsd nəticəsində aradan götürürlər, öldürürlər. Ona görə də bu Səfəvi Osmanlı 1586-cı ildə danışıqları bir nəticə verir. Və 1586-dan 1589-a qədər Osmanlılar Azərbaycanı demək olar ki, əksər hissələrini işğal edirlər. Bəs Şeybanilər əli armud mu topdur? Yox. Şeybanilər də elə 86-89-da Osmanlılar, 88-89-da isə Şeybanilər Xorasanı tutur. 88-89. Xorasanı 1510-cu ildə Şah İsmayıl tutmuşdu. 1534-də Təhmasib Xorasan uğrunda özbəklərlə müharibə aparmışdı. Xorasanı itirdi 1588-89-cu ildə itirildik. İlməslər budur ki, 7-ci sinif kitabında yazıb ki, 88-89-da itirildi. Bu o deməkdir ki, Məhəmməd Xudavəndənin dövrünə düşmür. Yəni, baxın, düşmür. Amma 10-cu sinif kitabında yazıb ki, Xudabəndənin Xorasan ərazisini itirdiyinə görə onu Qızılbaşlar hakimiyyətdən salır, hakimiyyəti Şahbazı gətirirlər. İndi bu qərəzli bir məsələdir. Bu dediyim cümlə xəritənin üzərində yazılıb, amma bu 10-cu sinif kitabında yazılıb. Bu da bizim günahımız deyil, bu kitabı yazanların günahıdır, səhv yazıblar. Hə, nəticə etibarıyla desəz ki, müəllim nə götürək? Yəni, elə bir sual düşsə, təbii ki, uduz verməlidirlər. Yəni, salsılar. Çünki tamamilə səhvdir. Hə, siz sadəcə yadda saxlayın ki, 88-89-da Xorasan ərazisi itirilmişdir. Vəssalam. İndi hakimiyyətə kim gələcək? Birinci Abbas. Birinci Abbasdan bir-iki cümlə deyirəm, bundan yekunlaşdırırıq. Birinci Abbas 1587-dən 1629-cu ilə qədər hakimiyyətdə olub. Bu da 16 yaşında hakimiyyətcədir. Avropa ədəbiyyatlarında buna Böyük Abbas deyə adlandırıblar. Bunu hakimiyyətə gətirir Qızılbaşlar. Yaxşı, gətirdilər, çox gözəl. Bu hakimiyyətə gəlib baxır ki, Məhəmməd Xudabəndə xəzinəni də boşaldı, mərkəzdə hakimiyyət çökübdür, Osmanlılar Azərbaycanın 90%-ni tutubdu, Şeybanilər bir tərəfdən Xorasanı tutublar, taücə yoxdur da. Çıxış yolu nədir? Osmanlıları sakitləşdirmək üçün müqavilə imzalamaq. 1590-cı ildə 1-ci İstanbul müqaviləsi imzalanır. 1-ci İstanbul müqaviləsinə görə Ərdəbil, Xalxal, Zəncan, Qaradağ, Lənkəran, Qəzvin əraziləri verilir Səfəviyə. Qalan bütün Azərbaycan torpaqları, Şərqi Gürcüstan, baxın Şərqi Gürcüstan burada itirmişdi Çılır döyüşündə. Şərqi Gürcüstan və İranın qərb əraziləri yadınızda saxlayın. Bunlar da verilir Osmanlılara. Və Səfəvi tarixində ən ağır şərtli müqavilə hansıdır? 1-ci İstanbul müqaviləsidir. Bu. Səfəvi Osmanlının 1-ci müharibəsi 1514-1555 Amasyana yekunlaşır. 2-ci mərhələsi 1578-də başlayıb 1590-cı ildə 1-ci İstanbuldan yekunlaşmışdır. Müharibələrdə aid olan döyüşlər 1514 Çaldıran, 1535 Həmədan, 1554 Buğurt, 1578 Çıldır, 1578 Molla Həsən, 1583 Niyazabad, 1585 1-ci Sufyan. Çaldıran, Çıldır,
Sufyan. Səfəvilər məğlub. Vəssalam. Qalanların hər birində Səfəvilər qalibdir. Bir dənə Ç hərfləri ilə başlayan və birinci Sufyanda Səfəvilər məğlubdur ha, məğlub. Çıldırırıq. Məğlub olduğumuza görə çıldırırıq. Hələ yadda saxlayın. Çaldıran çıldır və Sufyan döyüşündə Səfəvilər məğlubdur. Qalan bütün döyüşlərdə Səfəvilər qalib gəlir. Həmədan döyüşü, Buğurt döyüşü, Molla Həsənli və Niyazabad döyüşü. Yəni 4 dənə döyüşdə qalibik, 3 dənə döyüşdə məğlubiyyətə uğramışıq. Amasya müqaviləsini imzalayıb Təhmasib. İstanbul müqaviləsini imzalayıb 1-ci Abbas. Şah İsmayıl Səfəvlərlə müqavilə imzalamayıb. Məhəmməd Xudabəndə, Şah İsmayıl Osmanlılarla müqavilə imzalamayıb. Məhəmməd Xudabəndə Osmanlılarla müqavilə imzalamayıb. İmzalayanlar Təhmasiblə Abbasdır. Yadınızda saxlayın. Müharibənin başlanan isə 1-ci İsmayıldır. Müharibənin başlanma səbəbi Məhəmməd Xudabəndə ilə 3-cü Muradda, yəni 3-cü Murad başlatır əsasən. Vəssalam. Bu qədər.